Salam olsun sənə ya Əba Abdillah, Hüseyin aleyhisselam. Allah Yezidlərə, zalimlara əvvəl gündən ta qiyamət gününə qədər lənət eyləsin. Amin. Bəli, İslam Peyğəmbəri, Allahın salamı ona və ailəsinə olsun. Elə bir göstəriş verildi ki, bizim İslam Peyğəmbərinə Allah tərəfindən o göstəriş heç bir Peyğəmbərə verilməyib. Şura surəsi 23-cü ayədə Allah Teala buyurur ki, قُلْ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى. Bu vacib bir əmirdir. Allah Peyğəmbərə bu əmri edir və buyurur ki, bunu insanlara denən. Ayənin mənası nədir? Ayə buyurur ki, ya Peyğəmbər, insanlara de ki, bu dini ki gətirib sizə çatdırıram. İnsanlar cahiliyyət dövründə çox bərbad vəziyyətdə idilər. İslamdan qabaq. Nələr var idi cahiliyyət dövründə, ona getmək istəmirəm. Sadəcə bunu demək istəyirəm ki, İslam cəmiyyətə insanlıq gətirdi. Həqiqi insan necə olmalıdır? İslam bunu gətirdi. Peyğəmbər bunu gətirdi. Allah Peyğəmbərə deyir ki, bunun müqabilində insanlardan heç nə istəmə. Bircə şey. Allah bunu əmr eləyir Peyğəmbərə ki, bircə şey istəyərsən, haqqın var istəməyə. O nədir? Deyir, əhl-i beyti və ailə üzvləri və məhəbbət istə. Məvəddət deyir Quran. İndi deyərəm məhəbbətlə məvəddət arasında fərq nədir? Baxın, 23 il zəhmət Peyğəmbər 23 il din İslamı yaymaqda əziyyət çəkdi. Yəni, bu rahat təbliğat deyildi ya. Bugünkü kimi söz təbliğatı Qur'anı oxuyub insanlara çatdırmaq təbliğatı deyildi. Bu da var idi. Amma bu çoxlu döyüşlər, müharibələr, hicrətlər, çətinliklər, əziyyətlər, əsarətlər, mühasirədə qalmaq və s. nələr saya bilsək, sayarıq ki, Peyğəmbər 23 ildə bunu hamısını gördü. Mühasirə gördü, müharibə gördü, əziyyət gördü, başına zibil tökdülər, daşladılar, hicrət elədi, şəhərdən çıxdı və s. və ilaxır deyə bilərik. Bu əziyyətlər, bu çətinliklər. İslam təbliğatı çox çətin təbliğatdır ya. Bütün bu 23 il ərzində Peyğəmbər bu qədər əziyyətləri gördü və bununla yanaşı da bütün Qur'anı Allahdan qəbul elədi, insanlara çatdırdı, höccəti tamamladı, peçatı vurdu. Bu qədər əziyyətlər, zəhmətlər içində Allah bircə şeyi Peyğəmbərə icazə verir ki, bunu sadəcə insanlardan istəyə bilərsən ki, səndən sonra əhl-i beytinə, yaxınlarına məhəbbət bəsləsinlər vəssalam. Məhəbbət, sevmək. İnsanlar bu həyatda bir çox insanları sevirlər. Valideyni sevirlər, övladı sevirlər, dostu sevirlər, qardaşı sevirlər, qohum əqrabanı sevirlər. Bu ondan deyil. Baxın, bir çox insanları insan məhəbbəti var. Məsələn, övladımıza məhəbbətimiz var yoxsa yox? Amma övlada itaat etmirik ki. Övladın hər dediyini eləmirik ki. Bu sadə məhəbbətdir. Məvəddət Allahın Peyğəmbərdən istədiyi, Peyğəmbərin insanlardan istədiyi budur ki, əhl-i beytimə məhəbbət, yəni onlara itaət etmək, tabi olmaq. Sadəcə sevmək yox. Bir çox insanlar
həyatda var, dünyada var. Əhl-i beyti sevirlər. Amma məvəddətləri yoxdur. Buna diqqət edin. Məvəddətləri yoxdur. Yəni itaətləri yoxdur. Sevirəm, amma bir şey deyəndə eləmirəm. Sevirəm, amma o necə yaşayır, mən o cürünə yaşamaq istəmirəm. Sevirəm, amma bir şey deyəndə onu eləmə, mən deyirəm, yox, bunu eləməliyəm. Çətindir mənim üçün. Həzrəti Əli əleyhissalamı sevənlər çox olub. İndi də var. Alimlər, hətta qeyri-İslam alimləri, xristiyan alimləri, başqa dinə mənsub olan alimlər, onlardan birini misal çəkə bilərəm. Cild-cild kitablar yazıblar. George Jordak adında Məsihi bir alimdir. Həzrəti Əli əleyhissalam üçün nə qədər kitablar yazıb onun fəziləti barədə. Amma nə olsun? Məsihi dünyadan getdi. Çünki məvəddət yoxdur. İqtida yoxdur. Tabiçilik yoxdur. Nə desə baş üstədiyim o yoxdur. Amma Allah məvəddət deyir. Peyğəmbərdən bunu istəyir. Bu Qur'an əmridir və vacibdir. Allah Peyğəmbərə vacib buyurub, Peyğəmbər də bizə vacib buyurur. Deməli, bütün Allahın Peyğəmbərdən istədiyi və Peyğəmbərin bizdən istədiyi nədir? Bizim öz xeyrimizədir. Bayaq dedim, nə dedim? Dedim ki, cahiliyyət dövründə insanlar çox çətin, bərbad şəraitdə idilər. Amma İslam onlara insanlıq gətirdi. İslam insana dəyər verdi. Başqa bir ayədə Allah Teala buyurur: "Qul ma əs'alukum min ecrin fehuve lekum." O şeyi ki istəyirəm sizdən, Peyğəmbər deyir, Əhl-i Beytim üçün, yəni onları sevəsiz, ardıcan gedəsiz, hörmət eləyəsiz, bu sizin üçündür. Sizin üçündür. Baxın, diqqət eləyin. Hər bir cəmiyyət həyatda, yəni həyat tərzində Qur'an və Əhl-i Beyti seçərsə, o düzgün həyat tərzi yaşayar. Həyat tərzində deyirəm, amma yəni ölümdə, yasda demirəm. Bəzən dini İslamı harda məhdudlaşdırırlar? Ölü məclisində, yas məclisində. Ölülər üçün, sanki din ölülər üçün gəlib, sanki Qur'an ölülər üçün gəlib. Amma Qur'an başqa şey deyir. Qur'an deyir ki, hər hansı bir cəmiyyətdə gözəl həyatın olması onların Qur'andan və Əhl-i Beytdən yapışması ilə ola bilər. Başqa cür mümkün deyil. Başqa cür mümkün deyil. Birini buraxsan, birini tutsan, hər şey əlindən gedər. Baxın, Quran ayəsi nə buyurur? Buyurur ki, فَضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ اَيْنَمَا ثُقِفُوا. Harda olsalar, onları zəlalət, azğınlıq, yolu azmaq tapacaq. Harda olursansa ol, fərq eləməz. İstəyirsən İslam ölkəsinin ən ortasında yaşa, İstəyirsən Avropanın ən o məşhur yerlərində yaşa, fərq eləməz. Azğınlıq, yolu azmaq səni tapacaq. Amma bircə şey olsa, heç vaxt yolu azmazsan. Quran nə buyurur? Deyir ki, İlla bihablin minallah, illa ki, insan neyniyə? Allah tərəfindən gələn ipdən yapışa. Bu bir, Qur'an. Allah tərəfindən nə gəldi bizə? Qur'an. İkinci, deyir, وَحَبْلٍ مِنَ النَّاسِ. İnsanlar içində olan bir ip var, ondan yapışan. Harda yaşayırsan fərq eləməz. Harda həyat sürürsən fərq eləməz. Rusiyada, Avropada, Ərəbistanda fərq eləməz. Əgər Allah tərəfindən gələn bir ipdən yapışmısansa və onunla yanaşı bir də insanlar tərəfindən gələn bir ipdən yapışmısansa, sən heç vaxt yolu azmazsan. Avropada mömin ola bilməz və yaxud digər yerlərdə o ki, fəsadın
günahın, haramın ən o pik həddində olan yerlər ki var, orada mömin ola bilməz, ola bilər. Niyə ola bilmir ki? Sadəcə Quran deyir 2 dənə şeyi əldə elə, olarsan. Yaxşı, sual Allah tərəfindən gələn ipi başa düşdük Quran. Bəs insanlar tərəfindən gələn ip nədir? Əhl-i Beyt əleyhissalam. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm və onun pak əhl-i beyti, Allahın salamı olsun onlara. Bunu indi biz desək, Şiə alimləri desə, deyərlər ki, özlərindən nəsə quraşdırıblar, amma get, gör, bütün İslam alimlərinin kitablarını araşdır, gör, Həzrəti Əli əleyhissalamdan üstün bir şəxs yazan var. Yoxdur. İndi bəzi o müəyyən insanlar ki var, müəyyən insanların dəyərindən, fəzilətindən danışırlar, onlar yox, onları qoy kənara. Get alim kitablarına, sünni alim kitablarına, böyük alimlərin kitablarına get. Gör, onlar nə yazırlar. O şəxslər ki, orada burada danışırlar sosial şəbəkələrdə, onlar heç öz alimlərindən xəbərləri yoxdur. Ki, onların alimi onlara nə deyir. Xəbərləri olsa o cürlə danışmazlar. Ya da ki, inadkarlıq eləyib qəbul etmirlər. İnsanların içində olan ip, o ki tutulmalıdır, tutmalıyıq, o kimdir? Əhl-i Beyt əleyhissalamdır. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm öz hədisi ilə bu ayəyə daha da nə verir? Əhatəli məna verir, genişlik verir, izah eləyir. Axı, hədislər ayələrin təfsirləridir. Peyğəmbər sallallahu son vaxtında dünyasını dəyişəndə buyurdu ki, İnni tarikum fiqumus səqələyn. Sizin aranızda 2 böyük əmanət qoyuram. Bir Quran, ikinci Əhl-i Beyt. Quran nə dedi? Bir, Allah tərəfindən gələn ip, ikinci insanlar tərəfindən gələn ip. Görürsünüz? Bəzən insanları bu cür azdırırlar. Hədisi ayrıca deyirlər və ona ayrıca bir şərh verirlər. Quranla tutuşdurub bir məna ortaya çıxarmırlar. Quran ayələri gərək bir-birinin yanına qoyula. Hədislər gərək Quran ayələrinin yanına qoyula ki, bir məna alasan. Başqa cür mümkün deyil. İnsanları, o sözləri, hədisləri, ayələri yarımçıq deyə insanları azdırırlar. Allah tərəfindən gələn ip və insanlar tərəfindən gələn ip və hər kəsə vacibdir ki, bu ipdən yapışsın. Hətta imamlarımız özləri eyni dövrdə 2 imam bəzən olub. Məsələn, İmam Həsən əleyhissalamla İmam Hüseyn əleyhissalam bir dövrdə yaşayırdılar. Qardaş idilər. Düzdür, imamət hələ İmam Hüseyn əleyhissalama verilməmişdi. Amma İmam Hüseyn əleyhissalam 10 il İmam Həsən əleyhissalamla yaşadı. Hər nə gəlib İmam Hüseyn əleyhissalamdan soruşardılarsa, mühüm məsələlərdən söhbət gedir. Deyərdi ki, zəmanənin imamı Həsəndir. Gedin ondan soruşun. İtaət budur ya. Tabeçilik budur ya. Gələcəyin imamı deyir. Hələ gələcəyin imamından əlavə indi deyəcəm sizə Peyğəmbər onun barəsində nə deyib. Peyğəmbər hələ dünyasını dəyişməmiş. Amma İmam Hüseyn əleyhissalama gəlib deyirlər, bir şey soruşurlar, deyir, gedin Həsəndən soruşun. Zəmanənin imamı odur. 10 il bu davam eləyib. Baxmayaraq ki, Həzrəti Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm hələ sağ ikən, İmam Hüseyn əleyhissalam hələ balaca olarkən, Peyğəmbər onun barəsində buyurdu ki, sizin xoşbəxtliyiniz İmam Hüseyn əleyhissalamdandır. Sizin xoşbəxtliyiniz harada olacaq? Hüseynin ardıcılı olmaqla olacaq. Xoş sizin halınıza Hüseyn ardıcılı olub, gəlib bu məclisə yığışmısınız. İmam Hüseyn əleyhissalam demədi, bilirsiniz Peyğəmbər mənim barəmdə nə deyib, çəkilin qırağa, mənəm. İmam Hüseyn əleyhissalam bilir də Peyğəmbər onun barəsində nə demişdi. Amma demədi, mənim barəmdə babam falan şey deyib, Peyğəmbərdir, Allahdan deyir. Hər şeyi məndən soruşun, mənəm, mən olmalıyam. Yox, qarşısında imamı var idi.
qarşısında rəhbəri var idi. O dünyadan köçməmiş, ona itaat eləyirdi, tabe idi. Bu çox mühümdür, qardaşlar. Bu imam ardıcılı olmağın qədrini yerə biz bilək. Bu 10 gün, bu 2 saat, bu məclislər, yenə deyirəm, əvvəl gündən dedim. Heç kim dəvətnamə ilə, zorla, pulla, para ilə bura gəlməyib. Var, nəsə var. İndi bir-iki kəlmədən sonra mən deyəcəyəm, nə var, bizi bura gətirən nədir? Kərbala şəhidləri kimlərlə xoşbəxtlik dərəcəsinə, səadət dərəcəsinə çatdılar? O məqama çatdılar. Peyğəmbərin sözünə baxın, sizin xoşbəxtliyiniz kimləndir? İmam Hüseyin əleyhissalamla. İmam Hüseyin əleyhissalama qoşuldular, səadətə çatdılar, xoşbəxtliyə çatdılar. Hər bir şəhidi qeyd eləyəndə deyirik ki, Allah Kərbala şəhidləri ilə məşhur eləsin. Hər bir dünyasını dəyişəni yad eləyirik, deyirik ki, Allah kimlə məşhur eləsin? İmam Hüseyin əleyhissalamla məşhur eləsin. Çünki xoşbəxtlik oradadır, səadət oradadır. Əgər elə olmasaydı, bugünə qədər İmam Hüseyin əleyhissalamın o əshabı, səhabələri, Kərbala şəhidləri yaşamazdı ki, görün nə qədər dəyər verilir onlara. Budur sizi bura gətirən, budur bizi bura yığan. Bu çox mühümdür. Bunu demək istəyirdim. Baxın, buna bir dənə diqqət eləyin. Biz insanları bura gətirən, bilirsiniz nədir? O şəxslər ki, İmam Hüseyin əleyhissalama qoşulub getdilər Kərbalaya, onlarda nə var idisə, sizdə də o var ki, sizləri bura yığıb. İmam Hüseyin əleyhissalama bağlılıq. İndi burada bir fərq var. Onlarda çox idi. Onlarda bütöv idi. Onlarda kamil idi. Çünki İmam Hüseyin əleyhissalam ölümə gedirdi. Bunlar da bilirdilər ki, İmam ölümə gedir və biz də ondan ölümə gedirik. Amma bizdə biraz var. Bizi bura yığan onlarda olanın bir cüzi hissəsidir. Bizi bura gətirib. Peyğəmbərin buyurduğu. Sırayla gəlin, Allahın Peyğəmbərə əmr etdiyi, öz əhl-i beyti barədə, Peyğəmbərin əhl-i beyti barədə, Peyğəmbərin insanlara əmr etdiyi şey, məvəddət, tabeçilik, əhl-i beyti sevmək, onların dediyi ilə oturub durmaq bizdə də var, sizdə də var. Az da olsa var. O olmasaydı biz bura gəlməzdik. Bunu qorumaq, saxlamaq, böyütmək. Bax, sonradan bu şəhidlər ki var, İslam şəhidləri, din şəhidləri, Allah yolunda canından, qanından keçənlər. Da indi imam yoxdur ki, imamla getsinlər, amma onlar da şəhadətə getdilər. O məvəddət var onların qəlbində, apardı onları şəhadətə. Allah Taala məqamlarını uca eləsin. Amin. Bunu qoruyub saxlamaq lazımdır. Müəyyən vaxt gələcək, müəyyən dövr gələcək. Lazım olacaq. Biz də imtihan olunacağıq. Bizdən də bir şey istəniləcək. Ya az, ya çox, ya mal, ya can, fərq eləməz. Onu verə biləndə əlimiz gərək qabağa gəlsin. Sinəmiz gərək qabağa gəlsin. Hər nə istənilsə Allah yolunda. Şükür eləyək Allaha ki, bu az da olsa var, amma bunu inkişaf elətdirmək lazımdır. Çünki başqa yol yoxdur. Başqa variant yoxdur. Hədisə baxın. Peyğəmbər salavatullah buyurur. Allahın salamı onun ailəsinə olsun. Bu hədisi deyim, sözümü yekunlaşdırıram inşallah. Həzrəti Peyğəmbər buyurur ki, İnnəl Hüseynə babun min əbvabil cənnə. Peyğəmbər salavatullah Hüseyn əleyhissalam balaca idi. Deyir, bu Hüseyn cənnət qapılarından biridir.
İndi bəzi müxaliflər bu hədisi eşidəndə deyir, yenə siz böyüdürsünüz nəyisə. Öz ağlımızla fikirləşək də, Allah hər kəsə düşüncə verir. Sual verirəm, heç eşitmisiniz ki, İmam Hüseyn əleyhissalamın, baba bu cür nə məclislərə, hər yerdə, dünyanın hər bir yerində qurulur, bu məclislərə yığışanlar Allah eləməmiş, cəhənnəmə gedəcək. Heç eşitmisiniz? Heç kim eşitməyib. Əksəriyyət bunu demir. Hə, indi hansısa bir avamlar bunu deyə bilər. Amma əsas fikir budur ki, bu məclislərdə savab var. Savab, yəni insanı cənnətə aparan bir əməl. İndi yaxşı. Əgər bu məclisə yığışanlar cəhənnəmə getməyəcəksə, başqa yol yoxdur ki, ya cənnətdir, ya cəhənnəmdir. Deməli, cənnətə gedəcək. Təbii ki, indi bu məclislə bərabər başqa məsələlər də var. İndi biz mərhələ-mərhələ danışırıq da. Bəzən belə şeyləri danışanda götürüb kadrdan kəsib qoyurlar ki, deyirlər ki, nə deyir? Deyir, hə, heç nə eləmə, gəl bir dənə sinə vur, ondan sonra cənnətə gedəcəksən. Yox, bizim fikrimiz o deyil. İslamın, dinin fikri, alimlərimizin fikri o deyil. Yox, başqa əməllər də öz yerində. İbadət, itaat, haramdan çəkilmək, halallara riayət eləmək və s. və ilaxır və üstünə gəl İmam Hüseyn əleyhissalamın məclisi. Və onun ardıcılığı olmaq, ona tabi olmaq, onun məclisində iştirak eləmək, Peyğəmbər buyurur ki, Hüseyn cənnət qapılarından biridir. Və bu məclislərə yığışanlar, əgər cəhənnəmə gedməyəcəklərsə, deməli cənnətə gedəcəklər. Allah Teala bizləri İmam Hüseyn əleyhissalamla məhşur eləsin.